Salam uşaqlar, bugün Dimlə işləyirik və videolarım davamlı olması üçün sadəcə bəyənməyiniz və abunə olmanız kifayətdir. Так, leksika, значение slov və deməli davam edək. Так, yaxınlaşdırım. Deməli, 40-й вопрос. Какое из выделенных слов употреблено в переносном значении? Переносное значение, yani məcazi mənada. Горячий суп, isti şorba, горячий çay, isti çay, горячий обед, deməli isti nahar, горячий кофе, isti kofe və əlbəttə ki, горячее сердце, isti ürək deyiriksə biz əlbəttə ki, burada E variantını seçməli, çünki məcazi mənada verilibdir. Какое из выделенных слов употреблено в переносном? Burada da məcazi mənada olanı istəyirlər. Холодная вода, soyuq su, холодный ум, soyuq ağıl. Soyuq ağıl deyəndə, yəni burada C variantı ucu məcazi mənada olur da. Холодный напиток, məsələn, soyuq içki, холодный чай, soyuq çay, холодное молоко, soyuq süt. Burada уже həqiqi mənada verilibdir. Дальше. Укажите слово с отрицательным значением. Burada mənfi mənalı bir sözü axtarmalıyıq. Radостный, radостный sevinclidir, свежий, təzədir, aktivный, aktivdir, прекрасный, gözəldir, opasный da təhlükəli deməkdir. Ona görə də biz bu C variantını seçirik. Дальше. 43. Укажите слово с отрицательным значением. Отрицательное mənfi mənalı sözdür. Так, нежный, mülayim, чудесный, gözəl, внимательный, diqqətli, щедрый, səxavətli, сердитый da qəzəblidir. Əlbəttə ki, E variantıdır. Дальше. Укажите слово с положительным значением. İndi burada da deyir ki, müsbət mənalı bir söz lazımdır da burada. Yəni mənfidirsə, положительный, yəni müsbət. Так, трусливый, корхах, жестокий, qəddar, печальный, kədərli, неграмотный, саватсыз, активный, активный, да? Значит, D variantıdır. Дальше. 45, да? Какое из выделенных слов употреблено в переносном значении? Məcazi mənada verilən sветлое платье, açıq rəngdə deməkdir də, yəni məsələn ağ olan deyirlər ki, sветлое платье də krem rəngi olanda deyirlər ki, açıq rəngdə də, yəni светлое платье, светлый цвет, açıq rəng, светлая комната, məsələn açıq bir otaq, светлые волосы, sarı məsələn saçlara da deyilir. Svetli açıq bir fikirdə belə deyək də. Ona görə də C variantını burada götürük, çünki məcazi mənada verilibdir. Какое из выделенных слов употреблено в переносном значении? Burada da məcazi mənada olan светлый взгляд, açıq bir baxış deyiriksə, светлый взгляд, əlbəttə ki, уже мы знаем, что это переносное будет. Так, 47. Gəlin baxaq. Какое из выделенных слов употреблено в переносном значении? Deməli, uşaqlar, burada da переносное deyirsə, məcazi mənada веселые мальчики, şən uşaqlar da, oğlanlar, веселые дети, şən uşaqlar, веселые глаза, şən gözlər. Əlbəttə ki, burada məcazi mənada verilibdir. Какое из выделенных слов употреблено в переносном значении? Burada da məcazi mənada грустные глаза, kədərli gözlər, грустные дети, kədərli uşaqlar, грустные мальчики, kədərli oğlanlar məsələn, ya da körpələr, qızlar, грустные глаза deyə biz seçirik A variantını. Дальше. Какое из выделенных слов употреблено в переносном? Burada da bizdə məcazi mənada olan серебряный нож, gümüş bıçaq, məsələn, серебряный голос, gümüş səs. Biz bilirik ki, bu deməli məcazi mənadadır. Так, 50. Какое из выделенных слов употреблено в переносном значении? Burada da переносное deyir. Gəlin baxaq. Золотой голос
qızıl səs dediksə, əlbəttə ki, məcazi mənadadır. Çünki məsələn, qızıl saatdır, qızıl sırqadır, qızıl deməli zəncirdir, qızıl bilezikdir də. Bunlar hamısı həqiqidir. Так. Дальше 51-də. Какое из выделенных слов употреблено в переносном значении? Uşaqlar, переносное bir də deyirəm, məcazi mənada olan. Так. Умная девушка. Ağıllı qız, умный мужчина, ağıllı kişi, умный мальчик, ağıllı oğlan, умное лицо, ağıllı üz. Да, belə deyək, умное лицо, значит, у нас B. Потому что здесь умные дети, ağıllı uşaqlar. Так. 52. Какое из выделенных слов употреблено в переносном? Burada da məcazi mənada ласковая девушка, mehriban da, mülayim bir qızdır. Bronzovая монета, tunç bir qəpikdir. Холодный взгляд, soyuq baxış deyiriksə, əlbəttə ki, biz E variantını seçirik. Какое из выделенных слов употреблено в переносном значении? Burada da məcazi mənada добрая девочка, mehriban qız, добрый малыш, mehriban körpə, добрая женщина, тоже deməli, mehriban qadın, доброе лицо, mehriban bir üz, də, belə. Əlbəttə ki, B variantıdır. Какое из выделенных слов употреблено в переносном? Burada da məcazi mənada olan глубокое море, так, dərin bir dəniz, жестокий человек, qəddar bir insan, черные мысли. Черные мысли də uşaqlar bir qara fikirlər, pis fikirlər olanda o şəkildə deyilir. Ona görə də biz burada черные мысли deyə biz E variantı seçirik. Дальше. Какое из выделенных слов употреблено в переносном? Burada da məcazi mənada olan hansıdır? Gəlin baxaq. Тяжелые вещи, ağır bir əşyalar, məsələn, тяжелый portfel, ağır çanta. Ondan sonra тяжелый чемодан, ağır çimadan, тяжелая рука, ağır əldə, yəni burada уже bilirik ki, məcazi mənadadır. Так, какое из выделенных слов в переносном значении? Употреблено в переносном значении. Burada da. Так. 55'te biz B düzdür. Aha. 56'da. Серебряный нож, gümüş bıçaq, серебряный смех, gümüş gülüş. Ondan sonra серебряная цепочка, deməli, gümüş zəncirdir. Əlbəttə ki, uşaqlar, burada уже biz серебряный смех. Так. Çünki burada gümüş qaşı, gümüş deməli, üzük. Onlar hamısı həqiqi mənada verilibdir. Так, 57. Какое из выделенных слов употреблено в переносном? Burada da məcazi mənada verilən hansıdır? Веселое лицо, şən bir üz. Əlbəttə ki, A variantı düzdür. Çünki qalanlar, məsələn, şən uşaq, kişi, qız, uşaqlar deyə, bunlar həqiqi mənadadır. 58. Укажите слова с положительным значением. Müsbət olan mənalı sözləri seçirik. Аккуратный, скупой, burada səliqəli, xəsis, agresivный, aktivный, agresiv və aktiv, laskavый, искренний, burada mehriban, səmimi dediksə, əlbəttə ki, ikisi də götürə bilərik. Ленивый, умный, tənbəl və ağıllı, мудрый и невежественный və müdrik və cahil. Так, 59. Укажите слова с отрицательным значением, mənfi mənalı deməli sözlər seçməliyik. Вредный, искренний, deməli zərərli, səmimi, грубый, чистоплотный, kobud, təmizkar, талантливый, ужасный, istedadlı, qorxunc, невежливый, искусный, tərbiyəsiz deyək də belə, bacarıqlı, равнодушный, робкий, biganə və qorxaq. Əlbəttə ki, E variantı buna uyğun gəlir. Və axırıncı deməli sualımız, укажите слова с отрицательным, mənfi mənalı. Щедрость, решительность, səxavət, qətiyyət, смелость, мужество, burada cəsarət, igidlik, честность, вежливость, dürüstlük, nəzakətlik, нежность, грубость, incəlik, kobudluq, равнодушие и болезнь, laqeyd və xəstəlik. Əlbəttə ki, E variantıdır uşaqlar. Belə, sağ olun, görüşərik.